Ali-İmran 104. İkinci ayəmiz. Təbliğ ayəsidir bu. Üçüncü ayə. Tövbə 71. Məruf münkər. Yəni şəriət baxımından qəbul və uyğundur. Nə? Yaxşı işlə dəvət etməli, pis işlərdən çəkindirməli. Dördüncü ayə. Muhammed Savatullah surəsi. Ayə nədir? Dininə kömək, din təbliği elmə bağlıdır. Din təbliğ nə bağlıdır? Ağlamağa deyil, yox, elmə. Elmin olmalı təbliğdə. Ancaq təbliğatçıyam, bildik. Yəni, bir şey bilirsən sən. Yəni, demir, dərindən bir təfsirlər, yox. Müəyyən miqdar, sən gələk biləsən bir dindən az da olsa anlaşın olsun, heç olmasa. Yəni, biləsən niyə danışsın? Düzdür, rəftarın özün böyük təsiri var. Düzgün rəftar, əxlaqı davranışlar, xoş münasibət, bunlar böyük təbliğdir. Amma böyründə də bir elm olmalıdır da. Sən soruş, dəstəmaz necə alınır? Qiblə haradadır burada? Xırda şəri məsələlərdir. Əgər sən bunu ki, xəttimi oxuya bilsəm, Allaha əl, dil və qəlbinlə kömək et. Allah da sənə kömək edər. Allahın kömək ehtiyacı var. Muhammed 7-ci ayə baxın. Ey möminlər, əgər Allaha kömək etsəz, Allah da sizə kömək eləyəcək və qədəminizi sabit eləyəcək. O siz möhkəm. Allahın kömək ehtiyacı var. Bu görsə bu alim və havl bana necə deyilər? Onda Allah belə çıxır ki, özü zəifdir, bizdən kömək ehtiyacı duyur. Biz Allaha kömək eləyəndə nə olur yəni? Allahın yəni deyir ki, Allah sən ehtiyaclısan mənim köməyimə. Yəni sən bu addımı at bir savab qazanarsan da, qaşa ayədə bu. Allaha kömək eləyin, ayə bu. Onda Allahın ehtiyacı var köməyə. Nə mənada? Yəni bir təbliğ elə də, Allah bir yolla sənə izah eləyir ki, yəni bunu elə, heç olmasa sanki mənə kömək eləyirsən. Amma Allahın ufaq ehtiyacı yoxdur. Dil köməyi, yəni ki, nə? Təbliğ. 5. Qaşəng ayədə bu. Furqan 52. Mən ayə açmaq istəyirəm. Furqan surəsi. Müminən Nur Furqan. 52-ci ayə. Baxın, ayə danışır cihad. Yəni, dinin yayılması və təbliğin əhəmiyyətli olması. İndi ayə baxaq. Ayəni mən qısas sizə formasım, təkrarlam. Yəni, cihad, dinin yayılması və təbliğin əhəmiyyətli olmasını danışır ayəmiz. 52-ci ayə Furqanda, baxın, Allah deyir ki, Fələn tuti'il kafirin, kafirə tabi olma. Və cəhidhum bihi, onun vasitəsilə, onlarla, o kafirlərlə cihadən kəbira, böyük cihad elə. Deyir, və cəhidhum bihi, onun vasitəsilə, nəyin vasitəsilə? Deyir, məqsəd Qur'andır. Qur'anın vasitəsilə kafirlərlə cihad elə. Qur'anın vasitəsilə, yəni nə? Məntiq, elm, sübutlarla. Boş-boşuna qışqırbağıma iş görmürlər, bir şey vermirlər. Sübut. Neçə növ cihadı var? Neçə növ cihadımız var? Biz ikisini bilirik. Düzdür, səğir, kəbir də. Kiçik cihad müharibədir. Kəbir, böyük cihad nədir? Nəfsdən müharibə. Var hədis, bəli. Danırıq, yox, hədisdə var. Mərhum Təbərisi kitabı var, Məcməul Bəyan. Cil 7, səhifə 273-də. Deyir ki, ən böyük cihad təbliğ cihadıdır. Din düşmənlərinin şübhələrini batil etmək. Bu ən böyük cihaddır. Ən kiçik cihad müharibədir. Böyük cihad nəfslə. Ondan da böyük nədir? Təbliğ cihadı. Din düşmənlərlə, ümumiyyətlə təbliğ. Din düşmənləri və şübhələrə cavab verməliyik. 6-cı ayə, 33-cü ayə Fussilətdə.
Allah yanında yaxşı və sözü Allah yanında yaxşı və sözün təsirinin 3 xüsusiyyətindən danışır ayəmiz. Ayənin əvvəlində, indi ərəb dilini bilənlər bilirlər, orada sual var. Oradalar istifham inkari. Sual verir. Mən ayə tapsam, Fussilat surəsi, Əhzab Fatih, Yasin, Ömər və Fussilat. O üçün deyirəm, əzbərliyini yürsən, rahat tapmaq olur. Həm dəqiqə ki, har eləşir. 33-cü ayə. Ayə deyir ki, və mən əhsənu, sual kimdir? Yəni, cavab özü var. Orada nə? Ritorik. Sənə cavab gözlənmir. Ayə sual verir, ayənin səhlə cavab var da. Və mən əhsənən qavlən, danışıq baxımdan kim daha gözəldir? Sonra ayə buyurur, 3 dənə xüsusiyyət. 1. Cəmaatı tövhüdə dəvət etsin. 2. Salih əməl sahibi olsun. 3. Müsəlmanlığı ilə fəxirləsin. Yəni, bu 3 dənə xüsusiyyət daha önəmlidir. Nəinki sırf biri. Allah yanında yaxşı və sözün təsirinin 3 xüsusiyyəti var. İstən təsir etsin, dəvət et tövhidə, özün salih əməl sahibi ol və peşmansılıqla, şübhənlə danışma müsəlmançılıqla fəxr elə. Yəni, insan öz dediyi sözlə etiqadı olsun da. Allah təkdir, belədir, təbliğ eləyir, amma bir anda özü şübhəsi var. Deyir, yox, təsir eləməyəcək onda.